Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zoraki yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Lentas bu barədə məlumat verib. Hazırda cinayət işi üzrə müxtəlif şəxslər dindirilir. Sorğulamalardan məlum olub ki, ssenarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamının milyarderlər ittifaqı kimi tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqını yaradır və İBURUS şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə Abbas Abbasovla birgə milyarderlər ittifaqının Koordinasiya Şurasının üzvü olur. Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb milyarderlər ittifaqının kapitalı ətrafında Milli Şura yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şuranın alətinə çevirir. Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şok edici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb. Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonraki illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir qismi ixtişaşlara cəlb olunan şəxslərə təklif olunub və s. Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub. Daha əvvəl mətbuatda yayılan məlumata əsasən Dövlət Təhlükəsizlik Xidmətinin AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən milyarderlər ittifaqı ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktiv variantı və başqa sənədlər tapılıb. Dövlət Təhlükəsizlik Xidmətinin faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur. Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz haqqını əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında. Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəfər oğlu Əliyevin sahibi olduğu sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu NLT MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib və təbii ki, təmir olunmuş vəziyyətdədir. Məlumatda bildirilir. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Munis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 183 nömrəli mənzildən gedir və Gültəkin Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs Gültəkin Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş ki, həmin binanın 13-cü mərtəbəsində Hacıbəyliyə xüsusi xidmətlərinə görə Boz kardinal tərəfindən bağışlanan digər mənzil isə Gültəkinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib və 4 otaqlı mənzildə isə Gültəkin Hacıbəyli özü tək yaşayır. Nə qədər təəccüblü olsa da, qeyd olunan məlumatlar nə Ramiz Mehdiyev və ailəsi, nə də Gültəkin Hacıbəyli və ailəsi tərəfindən təksib edilir.